Adınız nədir? Adım Sevdadır. Hə, bayaq Əmircandan dedilər, siz idiniz? Bəli, Əmircandan Hə, gəldim. buyurun, eşitirik sizi. Mən Şəfiqə nənəyə götürən bulmuşam. Deyirdim ki, Şəfiqə nənə götürün bizimlə qalsın. Sadəcə olaraq evdə biraz problemlərimiz vardı. Yoldaşım biraz əli əylidir. İstəyərdim Şəfiqə nənə bizdə qalsın, elə biz evə əyan olsun da. Şəfiqə xala orada polis obrazında olacaq, sənə evini qoruyacaq. Buna zarafat edirlər, düzdür. Şəfiqə xanım bəyən polisdir, yoxsa can güdəndir, yoxsa başa düşmədim. Sənin əlin oğludur, Şəfiqə deyiləsin. Evdən də oğlun olsun, qoyasan bu qadının üstünə. Yox, nə şey deyil, Allah En yaxşı da deyirik. Canım, siz zarafat edirsiniz, yoxsa doğrudan deyirsiniz? Yox, mən elə zarafat edirəm, elə doğrudan. Yox, özünüz dilinizlə deyirsiniz ki, sizin həyat yoldaşınız oğludur. Mən aparım qadını odun içinə salım. Evdən oğlunu qədəsin qalsın. Polisə gedəndə də kim var idi evdə? Əlim idi, bir də Şəfiqə, yazıq Şəfiqə. Gelsin polislər də gəlsin bu yaşında. Gizbə, mən evim, eşiyim, özüm işləyirəm, yeməyi verəcəyəm, paltarım, hər şeylə təmin edəcəyəm də. Başa düşürəm, xanım, siz kriminal ailəsiniz. Siz nə danışırsınız? Sizin ailəniz kriminaldır. Sizin yoldaşınız evdən oğurluq edir.